Polis polkovnik leytenantı Cabir İmanovun qəfil vəfatından sonra mənim onun keçmiş əməlləri haqqında faktlarla olan videom müxtəlif sosial şəbəkələrdə 2,5 milyon insan tərəfindən izləndi və məndə belə bir təəssürat yarandı ki, doğrudan da Azərbaycan xalqının böyük əksəriyyəti bu adamların əməlləri haqqında heç bir fikrə malik olmayıblar və nə yaxşı ki, bizim bu videolarımız geniş vüsət aldı, insanlar məlumatlandılar və insanlar təəssüfləndilər ki, çox heyf ki, biz buna Allah rəhmət eləməsin yazmışıq və gərək yazmazdıq. Bu da Azərbaycan hakimiyyətini çox ciddi narahat eləyib, xüsusilə Tahir İmanovu çox ciddi narahat eləyib. Qardaş, cəhərə narahat eləsin, cəhənnəmə narahat eləsin. Mənim nəyimə lazımdır? Trollar tökülüşüb yazırlar ki, ölünün dalıcan danışmazdılar və necə deyərlər, sağ ikən onun üzünə deyərdi. Biz İlham Əliyevin qanunsuz əməllərindən danışırıq bu gün. İlham Əliyev dünyasını dəyişməyib, sağdır. Cabir İmanov kimdir ki, onun bir köləsi olub, qulu olubdu. Meydanlarda, polis idarələrində, dövlət orqanlarında sadə dinc insanlara, mitingçilərə işgəncə veribdi, döyübdü. Və Tahir İmanovun narahat olması, bu barədə Daxili İşlər Nazirliyinə məlumat verməsi, troll komandalarının koordinasiya edilib, bu haqda danışan adamların videolarının və statuslarının altına hücum çəkməyi, bu da onu göstərir ki, onlar da ciddi narahat olublar. Əgər belə narahatsızsa, özünüzə, oğlunuza, qardaşınıza dəyər verirsinizsə, ay valideynlər, ay insanlar, kimsə gedib polis işləyəndə, hansısa dövlət qurumuna düzələndə, onları tənə eləyin, tərbiyə eləyin. Deyin ki, yaxşı işləyirsən, işləcinə. Cəmaatı döymə, əzmə, şərləmə, qanını içmə, bu rejimə, cinayətlər bahasına qulluq eləmə. Yox, əgər eləyəcəksənsə, sənin istənilən bir başına gələn faciə, hətta ən ciddi faciə, gənc yaşında ölüm belə xalq tərəfindən təniyə məruz qalacaqsınız, linçə məruz qalacaqsınız.